Avropa İttifaqının səfiri Pavel Herçinski bildirib ki, qonaqpərvər Gürcü xalqının zorakılıq, vətəndaş müharibəsi, yoxsulluq və korrupsiyanın qaranlıq dövrünə qayıtmasına yol verilməməlidir. Onun sözlərinə görə Gürcüstan yol ayrıcındadır və gələcək hələ müəyyən olunmayıb. Lakin yaxın həftə və aylarda veriləcək qərarlar ölkənin Avropa ailəsinə aid olub-olmayacağını müəyyən edəcək. O qeyd edib ki, Avropa İttifaqı Gürcüstana namizəd statusu verməklə seçim edib, lakin hazırda ölkə düzgün istiqamətdə deyil. Məlumat Net qəzeti tərəfindən yayılıb. Şalva Papaşvili bu açıqlamaya cavab verərək bildirib ki, Gürcü xalqının əsl siması 2024-cü ildə aydın göründü. Onun sözlərinə görə bu xalq öz taleyini özü müəyyən edir və dəyərlərini qoruyur. O qeyd edib ki, xalq həm patriarxla vidalaşma günlərində, həm də 17 mayda bir daha birlik və möhkəmlik nümayiş etdirəcək. Papaşvili əlavə edib ki, səfirin xalq barədə fikirləri siyasi kinayə nümunəsidir. Dövlət naziri vəzifəsinə namizəd və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Mamukam Dinaradze bildirib ki, bu vəzifədə əvvəlcədən müvəqqəti fəaliyyət göstərəcəyi planlaşdırılmışdı. Onun sözlərinə görə komandanın xahişi ilə bu vəzifəni qəbul edib və indi yeni vəzifəsində hüquq mühafizə orqanlarının fəaliyyətini daha da gücləndirməyə çalışacaq. O həmçinin qeyd edib ki, gələcəkdə hüquq mühafizə orqanlarında baş verə biləcək pozuntuların qarşısını almağa xüsusi diqqət yetirəcək. Dinaradze bildirib ki, xidmətdə İqor Blazeviçin iştirakı ilə bağlı materiallar üzrə araşdırma aparılır. Müxalifət alyansında qarşıdurma davam edir. Sosial şəbəkələr qarşılıqlı ithamları mərkəzinə çevrilib. Mixail Saakashvili müxalifəti daxili mübahisələri dayandırmağa və diqqəti hakimiyyətə yönəltməyə çağırıb. Buna cavab olaraq Tamar Çergoleyişvili bildirib ki, Saakashvili artıq maraq doğurmur və alyansa qoşulmaq da, çıxmaq da könüllüdür. Vahid Milli Hərəkat isə alyansı tərk etməyi istisna etmir. Hakim komanda bu qarşıdurmanı gözlənilən hesab edir. Kənd təsərrüfatını dəstəkləmək məqsədi ilə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yeni dövlət proqramı təqdim edib. Məqsəd vahid, şəffaf və nəticə yönlü sistemin yaradılmasıdır. Qeyd olunub ki, proqramın təkmilləşdirilməsi sahənin inkişafına təkan verəcək. Bildirilib ki, 2012-ci ildən sonra kənd təsərrüfatı istehsalı 2 dəfə, ixrac isə 2,5 dəfə artıb. Baş nazir Ermənistanın müdafiə naziri ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq və münasibətlərin inkişaf dinamikası müzakirə olunub. Tərəflər müdafiə sahəsində iki tərəfli regional və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunub, birgə layihələri müzakirə ediblər. Eyni zamanda regionun beynəlxalq proseslərdə artan rolu vurğulanıb. ABŞ prezidenti Donald Trump bildirib ki, İranda edam olunmalı olan 8 qadın edam edilməyəcək. Onun sözlərinə görə 4 qadın dərhal azad ediləcək, digər 4-ünə isə 1 aylıq həbs cəzası veriləcək. Trump qeyd edib ki, İran rəhbərliyinin onun müraciətinə hörmətlə yanaşaraq edamların dayandırılması qərarı müsbət addımdır. Ağ Evin sözçüsü Caroline Levitt bildirib ki, ABŞ İranla razılaşma üçün konkret müddət müəyyən etmək və prezident Trump müəyyən çeviklik göstərməyə hazırdır. Onun sözlərinə görə ABŞ İran gəmilərinə və limanlarına qarşı dəniz blokadasını davam etdirir və əməliyyat uğurla həyata keçirilir. Həmçinin qeyd olunub ki, İranın Hörmüz boğazında 2 gəmini saxlaması atəşkəsin pozulması kimi qiymətləndirilmir. ABŞ-ın Maliyyə naziri Scott Bessent bildirib ki, bəzi ölkələrin müraciəti əsasında Rusiya və İran neftinə tətbiq olunan məhdudiyyətlər yumşaldılması 30 gün müddətinə uzadılıb. Onun sözlərinə görə bu qərar Hörmüz boğazında yaranmış vəziyyət və bəzi ölkələrdə müşahidə olunan neft çatışmazlığı ilə bağlıdır. Vladimir Zelenski bildirib ki, Ukrayna ilə bağlı danışıqlar İran münaqişəsinin başa çatmasını gözləyə bilməz. Onun sözlərinə görə ABŞ ilə texniki danışıqlar davam edir, lakin yaxın vaxtda birbaşa görüş gözlənilmir. Zelenski əlavə edib ki, ABŞ hazırda daha çox İran məsələsinə fokuslanıb, lakin Ukrayna diqqətdən kənarda qalmamalıdır. Gürcüstanın İqtisadiyyat naziri Maryam Krivişvili nümayəndə heyəti ilə birlikdə Pekində səfərdədir. Səfər çərçivəsində Çin hökumətinin nümayəndələri və iri şirkət rəhbərləri ilə görüşlər keçirilir. Gürcüstan və Çin arasında azad ticarət sazişinə dəyişikliklərlə bağlı sənəd imzalanıb. Nazirin Çin Milli İnkişaf və İslahat Komissiyasının rəhbəri ilə də görüş planlaşdırılır.